Azərbaycanda hər 3 nəfərdən ikisi aktiv sosial şəbəkə istifadəçisidir. Beynəlxalq hesablamalara görə 2025-ci ilin əvvəlinə olan platforma istifadəçilərinin sayı ölkədə 6,73 milyon nəfər olub. Bu da ümumi əhalinin 64,9% deməkdir. Sosial şəbəkələr insanların həyatına o dərəcədə sirayət edib ki, bir çoxu gününün böyük hissəsini müxtəlif postları sürüşdürərək keçirirlər. Hansı sosial şəbəkələrdən istifadə edirəm? WhatsApp-dan istifadə edirəm, YouTube platformasından istifadə edirəm. Yaxınlarla əlaqə saxlamaq üçün, məlumatlandırmaq üçün. YouTube-dan, TikTok-dan, sonra Instagram-dan, elmi mövzular, sonra dini mövzular, gözəl dualar, sonra qulaq asıram. Ən çox geyimlərə zada baxıram. Hansı sosial şəbəkələrdən istifadə edirsiniz? Instagramdan. Yorğun olanda, boş vaxtlarımda, nə bilim, ən çox da komedi şeylərə baxıram. Sosial şəbəkəyə istifadə edən vaxtı daha səmərəli uşaqlarımla keçməyə daha uyğun görürəm. Məlumat almaq üçün amma xəbərlərdən YouTube-da istifadə edirəm. Instagramda. Instagramda daha çox nəyə baxırsınız? Ən çox xəbərlərə baxıram. Instagramdan istifadə edirəm. Özəl avtomatik jaric qapılarla bağlı, reklamla bağlı edirəm. Bir də Facebookda siyasi gedişlərə baxıram. Sosioloq Üzeyir Şəfiyev sosial şəbəkələrin mənfi və müsbət tərəflərinin olduğunu deyib. Bu platformalarda işgüzar və şəxsi münasibətlər qurulur, bizneslər daha geniş auditoriyaya çatdırılır, sosial problemlər işıqlandırılır. Necə deyərlər, uzun məsafələr ünsiyyətə mane olmur. Lakin müsahibimiz internet resurslarından plansız istifadənin mənfi tərəflərinin də gözlə görüləcək dərəcədə olduğunu bildirir. Fəsadları da var. Bunlar müxtəlif səviyyələrdə özlərini göstərir. Həm sosial şəbəkələrdən asılılıq səviyyəsində, həm psixoloji asılılıq səviyyəsində, həm enerji tükənməsi sahəsində, həm bütövlükdə uşaq və yeniyetmələrdə diqqət əskiliyi, riyazi məntiqi təfəkkürün zəiflənməsi, klip sindromu, həm böyüklərdə enerji tükənməsi və vaxt itkisi ilə bağlı problemlər yaradır. Sosioloqun fikrincə, qonşu dövlətlərdə, eləcə də Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da sosial şəbəkələrdən istifadə üçün ayrıca qanuna ehtiyac var. Burada əsas diqqət edilməli məqam isə sözsüz ki, uşaqların internet resurslarından istifadəsi ilə bağlıdır. Türkiyədə, Avropa İttifaqına daxil olan ölkələrdə, misal üçün sosial şəbəkələrdən istifadə ilə bağlı vaxt limiti qoyulub. Almaniya hökuməti 2017-ci ildə sosial şəbəkə operatorları ilə belə bir müqavilə bağladı ki, sosial şəbəkələrdə saxta imzalarla, deməli, kvazi imzalarla bu və digər şəxsi aşağılayan paylaşımlar olanda Almaniya hökumətinə məlumat verir və Almaniya hökuməti də hüquq müstəvidə onunla bağlı tədbir görür. Oxşar bir yanaşma bu yaxınlarda Avstraliyada qəbul olundu. Çinin özündə TikTok sosial şəbəkə vahidi bütövlükdə qadağan olub, onun analoqundan istifadə olunur və hətta Çində uşaqlar üçün 45 dəqiqəlik limit qoyulub, böyüklər üçün də fərqli limitlər qoyulub. Ekspertlər hesab edirlər ki, əgər rəqəmsal savadlılıq artırılarsa, problem bir qədər həll oluna bilər. Nərmin Mirvaleh qızı Cabbar Qaryağdıoğlu, İlham Əkəliyeva, Xəbər Ertəsi.